Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about phrases and words in Azerbaijani about love. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Words about love in Azerbaijan. For example, sevmek, sevmek, sevmek. Sevmek is love, or also sevgi, also love. Hoşlamak, or hoşu gelmek, Hoşu gelmek is to like someone. Beğenmek also to like. And aşık olmak is falling in love. And phrases about love. How to express your love to someone. Seni çok sevirəm. It means I love you very much. I love you so much. Həmişə yanımda ol. It means always stay by my side. Həmişə yanımda ol. Həmişə mənimlə ol. Sən mənim üçün çox dəyərlisən. Sən mənim üçün çox dəyərlisən. It means you are very precious for me. You are very precious to me. Səninlə vaxt keçirməkdən zövq alıram. It means I enjoy spending time with you. Mən həmişə sənin yanındayam. It means I am always here for you. Sən mənim xoşbəxtliyimsən. It means you are my happiness. Səninlə hər şey daha gözəldir. Səninlə hər şey daha gözəldir. It means everything is better with you. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek. Salam everyone, welcome back to Learn Azerbaijan today. Today I'm going to show you how to use the phrases I like in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Mənim xoşuma gəlir.
Mənim xoşuma gəlir. Mənim xoşuma gəlir. It means I like. For example, mənim musiqi dinləmək xoşuma gəlir. Mənim musiqi dinləmək xoşuma gəlir. Mənim musiqi dinləmək xoşuma gəlir. It means I like listening to music. I like listening to music. Mənim kitab oxumaq xoşuma gəlir. Mənim kitab oxumaq xoşuma gəlir. Mənim kitab oxumaq xoşuma gəlir. It means I like reading books. I like reading books. Mənim çay içmək xoşuma gəlir. Mənim çay içmək xoşuma gəlir. Mənim çay içmək xoşuma gəlir. It means I like drinking tea. I like drinking tea. Mənim yeni yerlər görmək xoşuma gəlir. Mənim yeni yerlər görmək xoşuma gəlir. Mənim yeni yerlər görmək xoşuma gəlir. It means I like seeing new places. I like seeing new places. Mənim dostlarımla vaxt keçirmək xoşuma gəlir. 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 It means I like spending time with my friends. I like spending time with my friends. Mənim film izləmək xoşuma gəlir. Mənim film izləmək xoşuma gəlir. Mənim film izləmək xoşuma gəlir. It means I like watching movies. I like watching movies. Mənim təbiətdə gəzmək xoşuma gəlir. Mənim təbiətdə gəzmək xoşuma gəlir. Mənim təbiətdə gəzmək xoşuma gəlir. It means I like walking in nature. I like walking in nature. Mənim şəkil çəkmək xoşuma gəlir. Mənim şəkil çəkmək xoşuma gəlir. Mənim şəkil çəkmək xoşuma gəlir is I like drawing pictures. I like drawing pictures. Mənim yeni şeylər öyrənmək xoşuma gəlir. Mənim yeni şeylər öyrənmək xoşuma gəlir. Mənim yeni şeylər öyrənmək xoşuma gəlir. It means I like learning new things. I like learning new things. In Azerbaijani, you can also say it in different ways. For example, mən sevirəm. Mən sevirəm. Mən sevirəm. I love something. Like mən musiqi dinləməyi sevirəm. Mən musiqi dinləməyi sevirəm. Mən musiqi dinləməyi sevirəm. I love listening to music. I love listening to music. Mən kitab oxumağı sevirəm. Mən kitab oxumağı sevirəm. I love reading books. Mən çay içməyi sevirəm. Mən çay içməyi sevirəm. Mən çay içməyi sevirəm. It means I love drinking tea. I love drinking tea. Mən səyahət etməyi sevirəm. Mən səyahət etməyi sevirəm. Mən səyahət etməyi sevirəm is I love traveling. Or mən bəyənirəm. Mən bəyənirəm. I like or I prefer. Mən Azərbaycan mətbəxini bəyənirəm. Mən Azərbaycan mətbəxini bəyənirəm. Mən Azərbaycan mətbəxini bəyənirəm. It means I like Azərbaycani cuisine. Mən klassik musiqini bəyənirəm. Mən klassik musiqini bəyənirəm. Mən klassik musiqini bəyənirəm. I like classical music. Or I prefer classical music. Mən isti havanı bəyənirəm. Mən isti havanı bəyənirəm. Mən isti havanı bəyənirəm. I like warm weather. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.